Zapis edəcəyik. Hər vaxtınız xeyir komanda. Bu günləri mən sizə səyyat proqramının əsas şərtləri haqqında, yəni danışmaq istərdim. Çünki bir çox komandada mən nədir eşidirdim ki, çox qəlizdir, mən eləyə bilmərəm, yəni bacarmayacağam, amma bu səhv fikirdir. Çox asandır, yəni belə də qəliz deyil. Yəni mən o punktları oxuya-oxuya sizə onu biraz genişləndirəcəm və başa salacağım. Birinci, kimlər iştirak eləyir bu, yəni ki, səyyahət proqramında? 2025-ci ilin fevral ayının yekunlarına əsasən BT 5000 və ondan daha çox, yəni ki, yüksək dərəcədə sahib olan məsləhətçilər. Və səyahətə getmək üçün mütləq gərək ayın 1-dən 31-nə kimi, yəni qeydiyyatdan keçmək lazımdır. Və qeydiyyatdan hardan keçmək də orada səyyahət proqramında orada yəni yazılıb. Və ümumi dövriyə, yəni qrupa BT 5000-dən mən danışıram, ümumi dövriyə, yəni 25.000 bal həcmində artım yerinə yetir. Yəni o demək deyil ki, siz iyul ayında mütləq, yəni professional dərəcəsinə çatmalısınız. Xeyr. Yəni siz BT 5000-dən 10.000-ə keçib və ümumi dövriyə 25.000. Yəni toplam mart ayında əgər fevralda 5.000-dirsə, mütləq mart ayında mütləq 2.000 artım dövriyə eləməlisiniz. Eləyir nə qədər? 7.000. Sonra aprel ayında, yəni ondan da 2.000 dövriyə artıq eləməlisiniz. Eləyir neçə? 9.000. Mayda isə yenə 2.000 dövriyə, yəni 2.000-dən də az ola bilər. Yəni ümumi, yəni 10.000 dövriyə eləməlisiniz. Hətta 11.000-də eləyə bilərsiniz. Və iyunda da gəlir çıxır 12.000 ya da 13.000, yəni dövriyə. Ümumi dövriyə gəlir çıxır nə qədər? 25.000-dən çox. Hətta 40.000-ə yaxın gəlir çıxır. Yəni bunu siz o demək deyil ki, siz hər ay 5.000 əlavə, xeyr. Hər ay 2.000 artım. Və onları ümumi toplayanda siz gəlir çıxır, yəni ki 40.000, yəni 25.000-dən çox. Yəni bunu mən sizə sadaladım. Ondan sonra, yəni gedişə ardıcılığa görə, yəni ki, yəni artdığına görə sizə, yəni kompensasiya, yəni uçuş biletinə görə 900 manat, yəni əldə eləyə bilərsiniz. Kimlər əldə eləyə bilərlər? Yəni BT 5000 artımının 35.000 və daha çox bal təşkil etməyə. Yəni mən sizə bayaqları hesabladım. Yəni iyunda gəlir çıxır hətta 40.000. Yəni siz yəni uçuş biletini siz pulsuz əldə edirsiniz. Hətta səyyahət biletini qazanmaqdan əlavə uçuş biletini siz yəni ki havayı əldə edirsiniz. Əgər ondan az olsa, biz onda uçuş biletini özümüz alırıq. Yəni bunu yaddan çıxarmaq lazım deyil. Bir də proqramda kimlər iştirak edə bilər? 2025-ci ilin fevral ayının yekunlarına əsasən BT 5000 və daha yüksək dərəcədə sahib olan Azərbaycan məsləhətçiləri. Yəni onu bilin ki, tək Azərbaycan məsləhətçiləri, yəni sənin komandada Gürcüstanlı ola bilər, Türk ola bilər, Rusiyadan ola bilər, amma onlar buna daxil deyil. Azərbaycanda yaşayanlar üçündür. Bu bir. Yəni başa düşdünüz də, yəni ki, əgər o xaricdə yaşayırsa, yəni ki, o 5.000-dirsə, BT 5.000-dirsə, sənin qolundadırsa, o, məsəl ki, onların qanuna uyğun gedə bilər. Amma bizdə isə bir tək sahib Azərbaycan məsləhətçilər üçün. Sonra proqramda iştirak etmək üçün nələr tələb olunur? Yəni ki, mütləq 31 mart 2025-ci il tarixdə,
Yəni ki, bizim saytda yerləşdirdiyi Z Revanş Trip proqramının bölməsində qeydiyyatdan keçmək mütləq vacibdir. Yəni keçməsəniz bilin ki, yəni siz bu səyyahət proqramında iştirak eləyə bilmərsiniz. Hansı göstəricilər qeydə alınır? Yəni ki, mütləq BT şirkətinin də olan həm dövlət komandası ilə, həm də müştərilərlə. Yəni ki, birlikdə o BT 5000 deyir, ondan yüksək dərəcələrdə olan liderlər iştirak edə bilər. Amma o bizlik deyil, bizə BT 5000 aid olanı biz gərək, yəni başa salmalıyam. Proqramda qalib olmaq üçün nə etmək lazımdır? Gərək öz BT 5000 dövrəsini 5 ay üzrə məcmu olaraq 25.000 və daha çox bal həcmində və öz dövriyəsini müvafiq olaraq eyni bal həcmində artırmaq lazımdır. Yəni ki, hər ay 2000 eləmirsə, yəni eyni bal həcmində artırmalısan. Yəni ki, martda 2000, apreldə yenə 2000 əlavə, mayda yenə 2000 əlavə, ümumi dövrəyə gəlir 25.000-dən aşağı olmamalıdır. Yüksək olmalıdır, aşağı yox. Əgər sən 35.000 dövrəyəni keçsən, sənə 900 azın, yəni ki, sənə bu mütləq, yəni ki, uçuş bileti sənə, yəni ki, hədiyyə veriləcək. Şəxsi bir də alışlarına görə artım proqramı üzrə məcmu artımı 20%-dən çox olmamalıdır. Yəni çalışın şəxsi, yəni ki, yəni müştərilərdən çox, yəni komandaya diqqət eləyin, yəni məsləhətçilərlə. Yəni ki, şirkət görür ki, sən komanda ilə düzgün, yəni artım edirsənsə, ona fikir verir. Yəni tək özünə tək vurmaqla deyil. Şəxsi özünü tək etdinsə, onu yəni ki, qalib kimi sayılmır. Yəni komanda ilə birlikdə sən bu artımı etməlisən. Artım necə hesablanır? Aylıq yekunlarına zamanın dövriyə BT 5000-in qəti müəyyən edilən göstəriciyə nisbətən həm artması, həm də azalması nəzərə alınır. Yəni sən bu 5 ay ərzində sənin artımının və azalmasını nəzərə alacaqlar. Yəni ki, elə insan olur artır, sonra da yəni bir azala bilər. Amma çalışmaq lazımdır ki, ümumi 25.000-dən yəni ki, aşağı olmamalıdır. Aşağı olsa, sən bu proqramı tərk edəcəksən. Yəni bil ki, 25.000-dən aşağı olsa, sən iştirakçı sayılmayacaqsan. Bu proqramı səni şirkət, yəni avtomatik, yəni ki, uzaqlaşdırır. Və ən rahat nədir, deyim sizə, mənə bunu dedilər. İndi sən öz dövrəsində, yəni komandasında birini, əgər istəyirsənsə rahat, tez inkişaf etməyə, yəni sən BT 5000-sənsə, sənin komandada 2500 varsa, onu çalış, BT 5000-ə qaldır. O birisi yəni ki, ranglarda olanları qaldır. Onda qaldıranda sənə rahat olacaq. Başa düşdünüz? Ya da kimisə dəvət eləyib, onu 5000-ə qaldırmaq mütləq vacibdir. Onda sən sürətli, yəni gedişat olacaq səndə və sən səyyahət uçuşunu sən onda yəni kompensasiyanı havaya qazana biləcəksən. Proqramda qalib gəlmək üçün hansı dərəcəni qoyub saxlamaq lazımdır? Yəni proqramda qalib gəlmək üçün mütləq 10.000 dərəcəni, yəni aylıq, yəni təsnivat dərəcəsi nə qədərdir? Qəti müəyyən edilmə ayında olan dərəcəsinin aşağı olmamalıdır. Yəni 10.000 deyil, 10.000-dən aşağı olmamalıdır. Sən 5.000-dən 10.000-ə qalxmalısan, dərəcəni, yəni BT 10.000 olmalıdır və ondan aşağı olmamalıdır. Aşağı olsa, sən bu, yəni səyyahət yəni proqramında uzaqlaşırsan. Mən 50.000 və daha çox bal artım etsəm nə baş verəcək? Çox gözəl. 50.000-dən artıq, yəni bu 5 ay ərzində 50.000-dən artıq ümumi deyir ha,
50 mindən artıq, yəni bal etsəm, yəni bir də görürsən ki, 5-ci ay gəlir çıxır, sən yəni professional dərəcəsinə də qalxa bilərsən. Sən onda 2 nəfərlik səyahət bileti və qazanırsan, 2 nəfərlik səyahət bileti, amma öz uçuş biletini isə, yəni ki, tək sənə 900 azın, yəni ki, sənə havayı gələcək. Amma sənin o 2 nəfərlik, sən ya öz qolundakı məsləhətçini, ya da ailə nədir, üzvlərindən birini götürə biləcəksən. Bunlardan birini dəvət eləyə biləcəksən. Və əgər 70 mindən artıq olsa, yəni ki, bu 5 ay ərzində artım, hətta sən ikinci səyahət biletini, hansı ki, 2 nəfərlik səyahət bileti ilə bərabər 2 nəfərlik uçuşu da sən havayı qazana bilərsən. Yəni gör, bu şirkət nə qədər gözəl bizə imkanlar verir. Yəni o deməkdir ki, siz dövriyyəni iyul nədir ayında mütləq 70 min eləməlisiniz. Xeyr, ümumi. Yəni martdan iyula kimi, iyulun 1-nə kimi, yəni ümumi dövriyyə 70 min olanda 2 nəfərlik səyahət bileti və 2 nəfərlik uçuşu, yəni ki, havayı qazanırsınız. Yəni mütləq 50 mindən artıq olmalıdır. Bunlar mütləq sayılmalıdır. Sonra hansı hallarda şirkət iştirakçını proqramdan kənarlaşdırmaq hüququna malikdir? Buna fikir vermək lazımdır. Strukturunda yerləşdirmə olduğu halda şirkət iştirakçının proqramdan kənarlaşdırma hüququna malikdir. Yəni şirkət buna malikdir. Hansı dərəcədə? Həmçinin qalib biznes sisteminin fəal iştirakçısı olmalı, şirkət tədbirində iştirak etməli və sosial şəbəkələrdə fəal şəxsi hesablara sahib olmalıdır. Yəni mütləq sənin sosial şəbəkələrdə sənin hesabın olmalıdır. Onlarda sən paylaşım etməlisən. Bunlar mütləq getməlidir. Yəni bir də deyim sizə, tədbirlərdə, bütün şirkətin tədbirlərində iştirak eləməlisən. Sənin orada adın hallanmalıdır. Bunlar, yəni ki, bu əgər olmasa, səni şirkət, yəni bu proqramda uzaqlaşdıra bilər. Hansı halda şirkət proqramda qələbəni hesaba almaya bilər? Buna diqqət yetirək. Əgər şirkət səyahət proqramında artıma səbəb olan komanda üzvləri, imtiyazlı müştərilər və ya məsləhətçilər ilə əlaqə saxlaya və ƏNTƏ dövriyyəsini necə yerinə yetirdiyini aydınlaşdıra bilmirsə, o zaman həmin məsləhətçinin proqram üzrə qələbəsi nəzərə alınmaya bilər. Yəni qələbəsi, yəni deyir ki, sən komandanı əgər öz məsləhətçini artırmırsan, yəni müştərilər sənin qolunda var, amma noldular, yəni istifadə eləyə bilmirsən, yəni komanda ona da fikir verir. Yəni mütləq onlarla, yəni bu balı artırmaq üçün ayda, yəni qolunda olan müştərilərlə mütləq hər ay, yəni ki, ünsiyyət bağlamalısan və komandanın məsləhətçilərini artırmalısan. Mütləq onların dövriyyəsini artırmalısan. Əgər eyni halda qalsa, əlbəttə sən qalib olmaya bilərsən. Bir də səfərdən imtina etsəniz, kompensasiya almayacaqsınız. Yəni ki, əgər sən Hər vaxt seçməmişəm. Burada bacanağım gildəyim qədər. Səfərdən imtina etsən, səsləri bağlayayım da zəhmət olmasın. Əgər deyim sizə, səfərdən imtina etsəniz, uçuş bileti, yəni siz hava gəlməyəcək və qələbəlik verməsi və ya bonus şəklində sayılmır. Yəni özün keyf dur, mən istəmirəm, getmirəm, belə bir söhbət olmur. O vaxtı sənə kompensasiya oturur. Məsəl üçün bizdə deyim sizə,
Zülfikar müəllim 2 nəfərlik səyahət bileti utdu. Haçan? O virus vaxtında, bu koronavirus vaxtında onda şəhərdən giriş-çıxış bağlı idi. Yəni şirkət onu nəzərə alır, baxır görür ki, sən şəhərdən çıxa bilmirsən, mümkün deyil. Başa düşdün? Ya da Allah göstərsin, yəni nə bir verdi, yəni ki, belə aldı o şirkət sənə kompensasiyanı, yəni ki, o qələbənin kompensasiyanı sənin kartına bunlar baş verir. Çünki bizdə belə bir şey baş verdi. Vüqar müəllim də, yəni o pulu oturtdurdular onun maaş kartına. Yəni belə bir şeylər olur. Bir də Taylanda səfər 2025-ci ilin sentyabr, oktyabr aylara planlaşılır. Yəni bu səfər proqramı bitir. Kim qalib gəlir? Onlar sentyabrda, yəni ki, adları çəkiləcək və sentyabr, oktyabr nədir ki, aylarında həmin vaxtlarda hansı vaxtda səfərə gedəcəkləri şirkət özü təyin edəcək Allahın va köməkliyi ilə. Bir də deyim sizə, şirkət qalibləri Siberiya Wellness saytında proqram iştirakçının şəxsi hesabında göstərilən yəni Emirpoç ünvanına xəbərdarlıq göstərəcək. Yəni sən qalibsənsə, sənə xəbərdarlıq göstərəcək. Ya da sən qələbəni udmadınsa, yəni ki, bu ərzində 5 ay nədir ərzində uzaqlaşdınsa, yenə də həmin o poçta sənə göstərəcək ki, sən qalib deyilsən ya da qalibsən. Bunları mütləq, yəni ki, həmin saytda olacaq. Bu halda məsləhətçi proqramda əldə etdiyi dərəcəni səyahətə qədər saxlamalıdır. Yəni sən qalib oldun iyulda, elə deyil. Yəni növbəti 10.000 sən, amma ümumi sənin, yəni dövriyyən gəlir çıxır 25.000-dən çox. Gərək sən sentyabra kimi onu saxlamalısan. Ondan aşağı düşsən, sən qalib yenə sayılmırsan. Yəni səyahətə kimi, sən uçdun gedənə kimi. Orada olana kimi o dərəcəni sən qorumalısan. Mütləq, yəni bax qorumalısan. Deyir ki, əgər deyir ki, aşağı bax düşərsə, məsləhətçi qələbəni itirir və səyahət şəklində olan mükafatı da ləğv edilir. Görürsünüz, şirkətdən asılı olmayan səbəblərə görə səyahətə çıxmaq mümkün olmadıqda şirkət səyahət üçün, yəni ki, həmin o variantlar olur. Səyahətin dəyərinə, yəni uyğun kompensasiyanı təklif etmək hüququna malikdir. Yəni ki, o dediyim kimi də, yəni şəhərdən çıxma qayda qanunu, yəni ki, olur da hər bir şəhərdən, yəni ki, elə qayda qanun qoydular ki, şəhərdən çıxa bilməyəcəksən. İndi bizim öz, yəni nədir, əlimizdə deyil. Onda şirkət, yəni kompensasiyanı sizin, yəni ki, maaş kartına otuzdurur. Bu mütləq vacibdir. Onu nəzərə alır. Biz onu məktub sayəsində, yəni bildiririk şirkətə ki, səbəb budur. Yəni ki, yəni mən qırağa çıxa bilmirəm, səbəb budur onda. Amma ki, şükürlər olsun ki, hələ ki belə bir şeylər daha gedib. Yəni ki, Allah bizim yolumuzu açıq etsin, uğurlarımızı bol eləsin, daha da yüksək dərəcələrdə olaq və bu səyahəti qazanaq. Sizə uğurlar. Necədir? Başa düşdünüz? Yəni çətin deyildi ki sizə. Çox əladır, çox gözəl fürsətdir hər bir insana qalxmağa və əgər iki qatı bir 5.000 eləyən adam 2 qatı bileti utsa, istədiyiniz rəhbər kiminsə qolundadırsa onu apara bilər. Yəni hər bir şansı. Əgər bu apara bilər. Məmsinizsə, üzülməyin ona görə. Kömək eləyin ki, sizin rəhbəriniz balları artırsın və balları artdıqca 2 qatlı bileti qazansa, sizin birinizi apara biləcək. Təsəvvür edirsiniz bu nə deməkdir? Çox möhtəşəm bir xəbərdir həqiqətən də. Ona görə hər kəs bunu istifadə edə bilər.
Bizim işimiz komanda işidir. Hamımız bir yerdə, bir qazanda belə deyilik, qaynayırıq belə deyək. Və bir-birimizə dəstək olmaq yaxşı bir şey. Və əgər istəyirsinizsə səyahətə getməyə, kömək edin, öz rəhbəriniz səyahətə getsin. İnanın ki, əgər bu dəfə o səyahətə getsə, gələn dəfə mütləq də siz gedəcəksiniz. Mütləq siz gedəcəksiniz. Bu çox vacib bir şey. Bəli. Əgər suallarınız varsa, Hətta kömək etsəniz ki, onun dərəcəni qalxmasına, yəni komandada ən yüksək, yəni dərəcədə olanı da götürüb apara bilər. Əgər 2 nəfərlik səyahət bileti qazansa, sizin rəhbəriniz sizi də götürüb apara bilər. Çox gözəl bir fürsətdir. Yəni rəhbərinizə kömək etməyə. əgər səyahətlə bağlı suallarınız varsa, buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Səsim yaxşı gəlir, yoxsa çıxardım mı? Bəli, bəli. Gəlir, gəlir. Deməli, mən başa düşdüm ki, yəni fevralda ancaq 5 günlər eləyənlərə aiddir, yoxsa bu ay planı 10.000 də eləmək 5000-dən yuxarılara. 5000 və 5000-dən yuxarılar olan. Həlimə xanım, Yəni bir ay şeydən var. siz əgər 10.000 eləsəz, Premoy 10.000 eləsəz, sizin rəhbəriniz elə bir ki, o səyahətə bileti Götürəcək, aparacaq. Ay sağ ol. artdıqca rəhbəriniz də artır da, bərabər artırsınız. Və əgər o səyahəti uçsa, bir nəfər olan siz ola bilərsiniz, yəni siz gedə bilərsiniz. Təsəvvür edin. Yəni mən 10.000 eləməliyəm bu ay. Yox. Məsəl üçün 5000 eləsə, sənin rəhbərin 10.000-dirsə, məsəl üçün 10.000 eləyir, sən 5.000, sən yəni artırsan, o da artırır. Bir də görürsən ki, ümumi 35.000-dən çox olanda, yəni 50.000, yəni ümumi, yəni artım 2 nəfərlik səyahət bileti qazanır həmin rəhbər. Onda sizi də apara bilər. Başa düşdün? Sən iyula kimi sən onu eləyə də bilərsən. Yəni sürətlə gedə bilərsən. Yəni ki, sənin indi artım səndə nədir? BT 2500 deyil. Ay sağ ol. Sən 5000 elə, sonra 7500, sonra gəldi belə qalxanda gəlir, çıxır 10.000 elədin, rəhbərin də nədir qalxır və səni götürür, aparır. Pis deyil ki. Prosta belə bir sualım var da, yəni Başa düşdün canım? mənim rəhbərim, yəni ilk rəhbərim Nəsabətin Fatıma xanımdır da, yəni İlham müəllim sonradır. Aiddir ona, yoxsa bir aiddir? Yox, səni apara bilər. Əgər sən doğrudan da artım eləmirsən və sənlə bərabər o da artım eləyir, əlbəttə ki, hər bir rəhbər baxacaq ki, kim daha çox eləyibsə, o adamı aparacaq. O görəcək ki, sən daha çox eləmirsən. Çox deyib, o səni götürəcək. Yox, yəni demək istəyirəm ki, məsələn, İlham müəllimin mən 3-cü qolundayam da, belə deyim. Allah. Tamam. Onda İlham müəllimə deyəcəm, müəllim gedə bilir. Fərqi yoxdur. Gərək eləyəsən ki, səni götürəcək. Tamam, eləyərəm. Yaxşı. 5.000, 7.000, 10.000. Bəli. Yəni indi tam bu haqqında yenə də dərcinə də olunacaq bu səyahət proqramı haqqında. Yəni ki, bu hesablamaların dəqiqləşdirəcəklər. Yəni ümumi dəqiqlik belədir. Orada, yəni ki, bu gedişatda indi bəlkə martın sonunda dedilər, bu haqqında yenə məlumat verdilər. Yəni onda da daha da, yəni çətin deyil. Əvvəl mən də belə bilirdim. Deyirdim, çox çətindir, elə bilməyəcəm, belə elə. Sonra baxdım, gördüm, yox, ümumidir. Gedişat 2000 artırırsansa, deməli çox rahatdır. Bu, yəni ki, belə də sənə, yəni sən istədinsə, məqsəd qoydunsa, qabağına eləyə bilərsən. Bildiniz? Əla. Rəhbərin köməyi ilə daha sərt. Bəli. İndi sizə rəhbərə kömək gərək olur.
Bir qaldı. də dəstək olmaq bir-birə lazımdır. Hamınız bir komanda olsanız, yəni ki, qabağa getmək və o səyahət biletini bir yerdə qazana bilərsiniz. Mən getsəm, komandamdakı qız da ötürə bilərəm. Birdən mən artım elədim, o da artım elədi. Yox. Olur, elə bir. Yox. Əgər sən qalib oldunsa, sən öz, yəni gedə bilmədinsə, sən o qalibiyyətini öz, yəni komandanda birinə ötürə bilmərsən. Yo, Məlahət, qoy şey eləsin də, Həlimə xanım. Mamasını da, papasını da, bacısını da, qonşuları da, əmisi qızı, əmisi oğlu, hamısını yıxsın, aparsın. Qalib nədir, gəlirsən, 2 nəfərli qazansan, ananı götürə bilərsən. Belə də olur. Amma sən getmirsənsə, başqası getməz. Sən qalib, sən gəlmirsən. Sən mütləq orada da bunu, yəni ki, yazılmışdı ki, yəni qalib sən gəlmisənsə, sən yəni ki, indi gedə bilmirsən, atkaz elirsən və kefinə düşmürsən, istəyirsən ki, bax komandanın birinə getsin. Belə şey mümkün deyil. Başa düşdün? Qalib sən gəlmirsən, özündə getməlisən. Yox, onsuz da elə niyyətim yoxdur, yəni belə çıxmasın. Başqasına vermədim. Gedib görüm. Başqa dedim ki, mən də qazansam, komandamda bəlkə elə bir toplam elədi ki, sən apara bilərsən də, sən artım etsən, komandanda istədiyin insanı apara bilərsən. Əgər artım 2 nəfərlik səyahəti qazansan, 2 nəfərlikdən danışıram. Bəli, Munira xanım öz anasını aparmışdı. Yəni xəbəriniz olsun. Bəli. kod müştəri kartı olmadan, belə deyək də, yəni Yox, məsləkçi olmalıdır. Məsləkçi olmalıdır. Yox, əgər Amma sənin anası isə yox. Anası isə indi mənə gəlir ki, yaxın hər gün adamdır. Ya yaxın qızlar, olan. belə adamlarını olmasa da gedə bilər yəni. Bəli, gedə bilər. Yaxın əgər qohum anadırsa, yəni ki, özünküdürsə, onda yəni gedə bilər. Vacib deyil onun, yəni kartı olsun. Başa düşdün? Bax belə. Çətin deyil ki, Həlimə xanım, Məsələmişsin. diş üstünə. Daha kimin sualları? Başa düşdüyünüzdə mənəyə gəlir. Daha çətin deyil ki, yəni artırmaq. Mənə gəlir. Bu şansı istifadə edə bilər, fərqi yoxdur. Bəli. Narahat olur o, əgər öz işini düzgün formada qursan və hər ay öz ballarını artırsan, rəhbər 2 qat uçsa, mütləq o çalışanı aparacaq özünü. Mütləq. Bəli, çalışana. Əlbəttə. İnşallah. Ona görə irəli. Sabahdan 2 başlamaq. Yəni səyahət biletini əldə etmək üçün, yəni ki, öz planlarımızı qurmalıyıq. Uğurlar. Məsələn, bir də bu olsun ki, komandanı da inkişaf elətdirək ki, gələn ildə onlar da bu səyahətə çıxa bilsin. Bəli, bəli. Ona görə şirkət deyir ki, orada fikir verəcəklər. Sən komanda ilə necə, yəni bal artımına baxacaqlar. Sən onlar, yəni ki, eyni rangda qalmasınlar. Sənin müştərilərin nolda qalmasın. Fikir verəcəklər. Başa düşdün? Onlar əgər artmasalar, şirkət səni qalib seçməyəcək axı. Yəni sən komandanı qazandırmalısan ki, sən də qazanasan. Birinci Sibiryan Wellness şirkətində Global Lider Natalya olmuşdu. Natalyanın familiyası yadından çıxıb, Natalya. O həmişə izah edirdi. Mən deyir, necə global olmuşam. Mən səyahət proqramlarına global olmuşam. Birinci özüm getmişəm, birinci 6 ayı. Sonra ikinci ayı bir nəfərimi aparmışam. Sonra belə hər dəfə öz komandamı yığmışam. Və bu səyahət proqramına insan global lider olub. Natalya Robinskaya, yadıma düşdü. Natalya Robinskaya. O birinci global lider olub Sibiryan Wellness imенно səyahət proqramı ilə.
Ona görə də bu çox gözəl biznes instrumentdir. Əgər bəzi adamlar deyir ki, mənim məqsədim yoxdur, ya nəyim yoxdur, səyahəti çox sevir hər bir adam və səyahəti əgər qabağına gətirsəz, inanın ki, o insan başlayacaq istədiyinə çatmağa. O da səyahətə getmək istəyəcək. Həm də sizi biriniz getsə, sizin nəfərləriniz görəcək ki, siz getmişsiniz və onlar da istəyəcəklər. Onlar da çalışacaqlar. Belə. Mənim sözüm bitdi, bu qədər. Çox sağ Yəni, olun. sağollaşa bilərik. Bəli, əgər suallar Ümmə yoxdursa, xanım. bəli. Gecəniz xeyrə, sağ olun. Çox sağ olun dəstəyə görə Ümmə xanım. Allah necə deyim, orucumuzu qəbul etsin və bu Ramazan ayında səyahətə getmək niyyətimizi qəbul eləsin. İnşallah. Amin Amin. inşallah. Hamıya uğurlar. Uğurlar. Amin. Sağ Sağ olun. olun. Çok sağ olun.